Mən Zaqatala rayonundan gəlmişəm. 4 ildir mən ayağımdan çox əziyyət çəkirdim. Getdim əvvəl rayonda yoxlandım, Uziyazada düşdüm elədim. Dedilər belində yırtıq. Onu müalicə elədim. Toka, masaja, xeyir dəymədi. Sonra gəldim Bakıya travmatologiya xəstəxanasına. Müalicə yazdılar, heç bir xeyri mənə dəymədi. Aygün xanım, Allah canını sağ eləsin. Gəldim onun yanına. Bioloji təbabət xəstəxanasına. Gəldim, 3 günün içində mənə ağrılarım aşkara çıxdı, bilindi nədir. İndi şükür Allaha, ayağımın ağrısı da yoxdur. Çox gözəl müalicə eləyir, Allah ona can sağlıq versin, balalarından sevinsin. Mən çox şadam ki, bu xəstəxanaya gəlmişəm, Aygün xanımı tanımışam. Çox sevinirəm. Ağrılarım da yoxdur, şükür Allaha. Kim düzgün müalicə istəyirsə, Aygün xanıma müraciət eləsin. Pasiyentimiz Xədicə xanım 4 ildir sol ayaqda olan ağrıdan, hərəkət məhdudluğundan, pilləkəni çıxıb düşməkdə çətinlik çəkməsindən şikayəti ilə bizə müraciət elədi. Baxmayaraq ki, MRT-də belində kiçik həcmli demək yırtıq aşkarlanıb, aparılan müalicələr yırtığa görə ayaqda olan ağrıların heç demək azalmasına səbəb olmayıb. Və biz xəstəmizi müayinə edən zamanı oturaq sinirin baldır nahiyəsində sıxıldığı üçün ağrının olduğunu aşkarladıq. Belə ki, xəstənin dizaltı çuxurundan bir qədər aşağıda bir lipoma şəkilli pi kütləsinin orada yığılmasını və onun sinirə təzyiq etdiyini aşkarladıq və 2-3 inyeksiyadan sonra həmin demək lipoma artıq yumşaldı. Yumşaldığı üçün sinirə olan təzyiq azaldığından xəstənin ağrısı demək olar ki, tamam keçdi və ağrı olmadığından ayaqda keyləşmə də olmadı və xəstənin hərəkətində olan məhdudluq aradan qaldırıldı və özü də çox sevindi ki, pilləkənləri artıq rahat çıxır, ayaqları ağramır, sərbəst gəzir. Bizə də xoş oldu ki, 4 il ayağından əziyyət çəkən Xədicə xanımı bu bəladan və bu həyəcandan qurtarmış olduq.